Əzizləyicilər, bugün gəlmişik 5 iyun 2025-ci il. Ağdərə rayonunun Qəhrəman Başgüney kəndidir. Bura Başgüney kəndinin qəbristanlığı olub. Allah ermənilərə rəhmət eləsin. Bax, buradan qəbristanlıqdan əsər əlamət qalmayıb. Sərvar qardaş da bu günləri bu şəhidlərimizin plakat olan yerinə yol açır. Dəryazla biçir buranı. Allah canını sağ eləsin. Arana qədər yox eləsək də azdır. Nuralı qardaşdır, Səyəf qardaşdır, Eldəniz qardaşdır, Ayaz qardaşdır, İntiqam qardaşdır. Gəlmişik. Sağ olay Səyəf. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Əziz izləyicilər, Başgüney kəndinin qəhrəman oğlanlarıdır. Sağ olun ay qardaşlar, Allah hər birinizi var eləsin. Bax. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah bunların yeri, məkanlarını cənnət eləsin. Amin. Bunlar canlarından, qanlarından keçdirir. Bunlar cənnət. Hələ də bunların çoxunun nəşin, nə özün tapdırır. Allah hamısına rəhmət eləsin. Gün olsun tapılmayanlar. İki nəfər tapıldı Səlvar qardaş. İkisini tapdıq. Hələ 11'i yox. Tapılanların adlarını deyə bilərdiniz? Qurbanın nəşini tapdıq. Görüşək qurbanın. Hələ yox, ver ver. Gördə Əsədin daimin nəşini tapdıq. Allah hamısını Qalan 9 nəfər, 9 nəfər yoxdur da. 9 nəfər yoxdur. 9 nəfər yox. Bir ailə köm. Bir ailə köm. Bir ailə köm yoxdur. Rəhmətli Nərgiz Bax, Gilin bax, ailəsi, Faik Gilin ailəsi köm yoxdur. Nərgiz burada bir sənə qəhrəmanlıq göstərir. Nərgiz. Burada nə qədər erməni öldür. Allah bunların hər birisinə rəhmət. Rəhmətlik Ziyadır, alimdir. Bu alimin nəşini tapdıq. Bax Ziyanın. Ondan Əvəz daimin, İsa daimin. Ondan Saksiliyerin. Nərgizin ailəsinin. Bunun Nizaminin nəşi tapılmadı. Nizaminin. Bunların nəşi tapılmadı. Hələ də iş tapa bilmədi. Deməli elə qismət eləsin bizə ki, bunların da nəşini tapaq. Deməli bu xahiş edirəm, bu Nərgiz Allah rəhmət eləsin şəhidimizə. Onu mən eşitdiyimə görə deməli burada onların yaşlı anası olub. Babası, nənəsi, anası, xalası, bir dözü. Qoyub getməyib ermənilər. Ay sağ ol. Qoyub getməyib. Qardaşı yaralanmışdı. Qardaşının silahını götürüb, qardaşı çıxmışdı bax gəl. Qardaşının silahını götürüb. Erməniləri burada mağazinin yanında orada böyük şənlik vardı, cəngələşdi. Bəli. Bax orada gizlənib erməni səhərisi mağazinin qavanı tutub köməlaşanda çıxıb orada bir mağazin döşəmişdi onların. Erməninin dediyini deyirəm. Otu taxtalar. Bir mağazin. Elə durun ki, çalmaq olsun. Orada hardasa bir 10-12 nəfər erməni ölmüş. Çalmaq olsun. Hələ o qaçanda erməni güllatmışdı, onu vurmuşdu. Düz ürəyindən keçmişdi. Erməninin danışdığını deyir. O ermənini dövmüşdülər ki, onu bizə diri tutmaq lazım. Onu yatdın. Allah ermənilərdən lənət eləsin. Bizim şəhidlərimizə də rəhmət eləsin. Ermənilərə Allah lənət eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin. Sağ ol Ayaz. Var olun. Bax. Bax. Təşəkkür edirəm hər birinizə ki, bax. Bunlar ömrü boy borçluyuz. Bunların qulluğunda durmağı ömrü boy borçluyuz. Çünki bunlar bir belə millətin, əhalinin, dövlətin qulluğunda durdular. Canların, qanların durdular. O vaxtı mən eşitdiyimə görə bu kətləri ermənilər işğal eləyəndən sonra bunların burada leşi çox qalıb. Bir həftə matəm elənirlər. Çox, bax, sırf. Dağını dərə deyil, orada kalan qırmış. Çox, bax, görürsən o dağdan dərəni. Bəli. Bax, orada 30 dənəsini çevirib üzünə də kontrol atışı yapmış. 30 dənə erməni, bax, belə bir ayağımızla belə leşlərini çevirmiş olacaq. Oldu. Allah. Ümumiyyətlə bizim kənd cəmaatı hamısı qəhrəman olur. Çox. Uşaqdan böyle Cəsur döyüşdülər, çox cəsur. Allah sənin atana rəhmət eləsin. Atam da cəsur döyüşçüydü. Bax bizim döyüşçülər var. Ayazla mənim döyüş yoldaşım olub. Çox belə
and olsun Allaha, həqiqətən cəngavər bir adam olub, ha, cəngavər. Gecə o gedirdi, sən evdən, gecə o belə gedir, sərbəst gedir. Biz ondan da yürüşür. Biz ondan 7-8 yaşımızda cavan uşaqlarda gecə meşəylə nətər gedirsə, and olsun ola. Çox cəngavər. Sağ olun, ha, Allah qardaşlar. məkanı da cənnət eləsin. Amin, amin. Allah sizi var eləsin. Bu eldən o qədər əsir eləməsin. Amin. Sağ olun. Hamınıza təşəkkür edirəm. Şəhidlərimizin də önündə baş əyirik. Var olsun Azərbaycan ölkəsi, Azərbaycan dövləti. Allah'ın bu gündən min şükür, min şükür, min şükür. Sağ olun, var olun, təşəkkür edirəm. Allah köməyiniz olsun.